Deməli uşaqlar, burada bizə i bərabər 10 verilib, j bərabər 4 verilib, b də 256-dır. i neyinir? Hər dəfə i 43-dən kiçik olanda düşür dövrə. J heç yerdə dəyişmir. Burada hər dəfə hə olacaq. Və bir də burada i 2 vahid hər dəfə artır. Deməli uşaqlar, biz 10 qiyməti ilə dövrə gedəndə gəlib burada nə deyəcək? Kiçik bərabərdir 43-dən deyəcək hə. Sonra gəlib burada 2 vahid artacaq. Yenə gəlib hə deyəcək. 12-də 2 vahid artacaq. Onda bunu necə yaza bilərik? Yaza bilərik 2x şəklində. Hər dəfə 2 artır da. Onda bəs nə zaman dövrdən çıxarıq? Dövrlərin sayını istəyir. 43-dən nə olanda? Bu i 43-dən böyük olanda. Böyük olanda artıq bura yox deyəcək də. Onda nə olacaq? 2x böyük bərabərdir 33-dən. Bunu da bərabərlik şəklində yazsaq. X da bərabərdir. Necə olur uşaqlar? 10. 13'də də 16 tam nə qədərsə bunu da götürürük 17. Bu asan variantıdır. Bir də bunu bilirsiniz necə elə bilərsiniz? Bir götürə bilərsiniz. Tutalım. Bu uzun gedir də. Sadəcə başa düşməyiniz üçün deyirəm. 10 götürsəz 10 kiçikdir bərabərdir 43-dən deyəcəksiniz hə. Gəlib heç bu b-yə fikir vermir. Bu ikilərə fikir verirsiniz. Onsuz da dövrü soruşur. B də dəyişir, üzr istəyirəm. J-yə görə dəyişmir də. Yəni burada b-nin cavabını bizdən soruşmur. Dövr sayını istəyir. i bərabər artacaq olacaq 12. Sonra 12 kiçikdir bərabər 43-dən. i bərabər artacaq. Yenə hə deyəcəksiniz. Olacaq 14. Gəlib burada sonra olacaq 2 artacaq 16. Burada 18. Burada 20. Burada 22. 24. 26. Ta ki burada gəlib götürəcəksiniz. Deməli 40 olacaq. Sonra olacaq 42. Deyəcəksiniz 42 kiçikdir bərabər 43-dən hə. Bunu da hə deyəndə artıq gəlib burada alacaq 44. Gəlib deyəcəksiniz 44 kiçikdir bərabər 43-dən deyəcəksiniz yox. Burada da eyni ilə bunları yazıb cəmləsəz olacaq burada 17. 16'dan burada neçəsi olur? 16'dan 5 oldu. Ha, bunu həmişə yuvarlaqlaşdırıb götürürük. Deməli tam varsa yenidən dövr davam edib də ona görə burada 17 götürürük. Bu bizdə 92. 94'ə baxaq, gəlin. 94'də nə deyilir? Burada da dövr sayını istəyir. Burada da dövr sayını istəyir. Gəlin baxaq. Deməli, yeni itilmiş dövrlərin ümumi sayını müəyyən edin. Gəlin baxaq, i bərabər 11, j bərabər 20, y bərabər 0. Deməli, gəlin bura baxaq, 11 kiçikdir 37-dən, hə, onda y bərabərdir 10 olacaq. i də bərabərdir, neçə olacaq? 4 üstünə gəlsə 15 olacaq. 15 kiçikdir 37-dən, hə, olacaq, y bərabər 20, i də bərabərdir, neçə? 19 yenə 19 kiçikdir 37-dən yenə hə deyəcək y bərabər də artıq olacaq 30 i də bərabərdir 23 kiçikdir 37-dən y bərabər olacaq nəyə? 10 gəlsə 40-a i də bərabər olacaq 4 gəlsə 27 kiçikdir 37-dən yenə deyəcəksiniz hə, y bərabər də artacaq olacaq 50, i də bərabər də artacaq olacaq 31 kiçikdir 37-dən hə, y bərabər də 60, i də bərabər də 35 kiçikdir 37-dən buna da hə deyəcəksiniz, y bərabər olacaq 70-ə, i də bərabər olacaq 4 artsa 39-a 39 kiçikdir 37-dən yox.
Buranın yerini yitirmirik. İndi ümumi dövrləri istəyir. Bura yox dediniz, gəldiniz bura. J bizdə neçə idi? 20. 20 kiçikdir 41-dən. Deyirəm ki, onda y bərabərdir. Y-dən neçə almışdı? 70. 70-dən çıxacaq 2 alacaq 68. J də bərabər olacaq. 20'nin üstüne 5 kese olacak 25. Şimdi her dəfə J'nin üstüne neçə gəlmir uşaqlar? 5 gəlmir də, elə deyil. Burada gəlib deyəcək 25 kiçikdir 41-dən. Deyəcəksiniz ki, y bərabər olacaq neçə? 66. J nəyə bərabər olacaq? 30'a. 30 kiçikdir 41'dən. Y bərabərdir 64. J bərabərdir. Heç bizdən qiymət lazım deyil. J bərabər olacaq 35'ə. Burada 35'i yoxlayacaq. 35'i. J bərabər olacaq 40'a. Burada da 40'ı yoxlayacaq. J bərabər olacaq 45'ə. Burada da gəlib 45'i yoxlayacaq. Burada bərabər olmayacaq. Mən elə bildim burada nəsə y falan istəyir. Hesablama apardım boş-boşuna. Demək neçə dövr deyir? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 dənə dövr getmiş olacaq. Bunu götürmürük. Çünki 45'dən düşmür. Bu belə neçənci sual idi? 94. Burada deməli bizdə neçə oldu? 12. Bu belə. Sonra hansı var? Soru var 95. Bakın 95. soru var. Deməli, ardıcı olaraq 37 və 98. Nə istəyir? Çıxışı alınan nəticəni. Heç nə hesablayacağıq. A üçün 37 daxil olunur. B üçün 98. Deməli, 37 böyükdürmü 98-dən deyirik ki, C bərabərdir. A vurulsun 2. C bərabər olacaq. 37-ni 2'yə vursaq. Deməli, 74. D bərabərdir. B'ni 98'in 5'e bölünməsindən qalır. Neçə olur? 3 olur da. Aha. İndi nə inir? Heç nə. Gəlir. Y'yə. Y deyir C plus D. 77. Y də bərabərdir. Y'nin A'ya bölünməsindən qalır. 77'nin 37'ye bölünməsindən qalır. Neçə olur? 3 olur. Düzmü hesabladıq? Neynədik? 95. Yox, səhv eləmişim. Harada səhv eləmişim? Gəlin, bir də baxaq. Deməli, 37 böyüdürmü? Gəlin, bir də baxaq. Görək, burada nə hesabladı? 37, bir də 98. 37 bölüm 98'den getdik qoluna. C bərabərdir. A-nı 37'ni 2'ye vuranda 74 edir. D bərabərdir. B-miz neçədir? 98. 98'in 5'e bölünməsindən qalıq. Neçə olur? 3 olur. 3 olur mu? Olur. Deməli.
İndi y bərabərdir. Oranı hesablasaq c plus d. C plus d olur 77. Y bərabərdir y. 77'nin a'ya bölünməsindən qalır. A neçədir? 37. 37'ye bölünməsindən qalığı işləyir. Yetmiş yedinin 37'ye bölünməsindən qalır. 3 olur da. 2 dəfə tam olanda olur 74. 3'də qalır. Uşaqlar burada səhv edirik. 37 A'dır, 98 B'dir. Deyir A 37 böyüdür 98'dən. Deyir ki yox, böyük deyil. Onda yox koluna gəlirik. C bərabər nə olur? B'nin 98'in 3'ə bölünməsinin tam hissəsi neçə olur? 30 kimi olur? 32 olur. 3'ə bölünməsinin tam hissəsi D də bərabərdir. A-nı vururuq 2'ye, o da olur 74. Y bərabər C plus D. Demək bu olur 106. Y də bərabərdir. 106'nın O'ya yəni 37'ye bölünməsindən qalıq. Neçə olur? 32 olur da. O da olacaq 32. Bu da belə 95. 95'ten sonra bizdə var 99.